Sonra İsa şagirdlərlə birlikdə Getsemane adlanan bir yerə gəldi və onlara dedi: Mən oraya gedib dua edərkən, siz burada oturub qalın. O, Peterlə Zavdayın 2 oğlunu özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. Onlara belə dedi: Ürəyimi elə dərin kədər bürüyüb az qalır ki, ölüm. Burada qalın və mənimlə birlikdə oyaq olun. İsa bir qədər irəli getdi və üz üstə yerə qapanıb dua elədi. Ey atam, mümkündürsə qoy bu kasa məndən yan keçsin. Amma mənim yox, sənin iradən olsun. İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: Məyər mənimlə birlikdə 1 saat oyaq qala bilməzdinizmi? Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür. İsa yenə 2-ci dəfə uzaqlaşdı və dua elədi: Ey atam, əgər mən içmədən bu kasanın keçməsi mümkün deyilsə, qoy sənin iradən olsun. İsa qayıdanda gördü ki, onlar yenə yatır. Çünki onların gözləri yumulurdu. Onları tərk edib təkrarən uzaqlaşdı. Yenə eyni sözlərlə 3-cü dəfə dua elədi. Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və bəşər oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək. Budur, mənə xəyanət edən gəlir. İsa hələ danışarkən 12 şagirddən biri olan Yahuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. İsa'ya xəyanət eləyən Yahuda onlara işarə ilə bildirib demişdi: Kimi öpsəm, İsa odur. Onu tutun. O anda İsa'ya yaxınlaşıb, Salam, Rabbi, deyərək onu öpdü. İsa da ona, Dostum, nə üçün gəlmisən? dedi. Elə bu vaxt İsa'ya yaxınlaşıb, əl ataraq onu tutdular. Budur, İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub, qulağını qopartdı. İsa ona dedi: Qılıncını yerinə qoy. Çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. Yoxsa elə düşünürsən ki, atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal mənə 12 legiondan artıq mələk göndərər. Bunların olması gərəkdir deyən müqəddəs yazılar onda bəs necə yerinə yetərdi? Həmin vaxt İsa cəmaata dedi: Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç məni tutmadınız. Amma bunların hamısı peyğəmbərlərin yazıları yerinə yetsin deyə baş verdi. Onda bütün şagirdlər İsa'nı atıb qaçdılar. İsa'nı həbs eləyənlər onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da ora toplaşdı. Peter uzaqdan baş kahinin həyətinə qədər İsa'nın ardınca gedirdi. Sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. Başçı kahinlər və Ali Şuranın hamısı İsa'nı edam eləmək üçün onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. Çoxlu yalançı şahid gəldi, amma yenə də axtardıqlarını tapmadılar. Axırda 2 şahid gəlib dedi: Bu adam dedi, mən Allahın məbədini dağıdıb 3 gün ərzində tikə bilərəm. Baş kahin ayağa qalxıb İsa'ya dedi: Sənin heç cavabın yoxdur? Onlar sənin əleyhinə
Bu nə ifadədir verirlər? Amma İsa susmaqda davam edirdi. Baş kahin isə ona dedi, Səni var olan Allaha and etdirirəm. Bizə de, Allahın oğlu Məsih sənsən? İsa da ona dedi, Sənin dediyin kimidir. Hətta sizə deyirəm, bundan sonra bəşər oğlunun qüdrətli olanın sağında oturduğunu və göyün bulutları üzərində gəldiyini görəcəksiniz. Onda baş kahin əynindəki paltarını cırıb dedi, O Allaha küfr etdi. Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi onun küfr söylədiyini eşitdiniz. Bəs buna nə deyirsiniz? Onlar cavab verib dedilər, O ölüm cəzasına layiqdir. Elə bu vaxt İsa'nın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də ona şillə vuraraq dedilər, Ey Məsih, bizə peyğəmbərliklə görə səni vuran kimdir? Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qaravaş ona yaxınlaşıb dedi, Sən də Qalileyalı İsa ilə birlikdəydin. Amma Peter hamının qarşısında inkar eləyərək dedi. Bilmirəm sən nə danışırsan. Sonra darvazadan çıxanda başqa bir qaravaş onu görüb, oradakılara dedi. Bu adam Nazaretli İsa ilə birlikdə idi. Peter yenə inkar eləyib and içdi. Mən o adamı tanımıram. Biraz sonra orada duranlar gəlib Peterə dedilər. Doğrudan da sən də onlardansan. Çünki nitqin səni ifşa eləyir. Peter özünü qarğıyıb and içərək dedi. O adamı tanımıram. Həmin anda xoruz banladı. Peter İsa'nın Xoruz banlamazdan əvvəl sən məni 3 dəfə inkar edəcəksən. dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.